Salam. Bu bitki ilə də sizi tanış etmək istədim. Yəqin ki, bu yarpaqlarından bəziləriniz bunu tanıdı ki, bu hansı bitkidir. Görürsünüz nə ki, yarpaqları var, çiçəkləri var. Bax, bu balqabaq bitkisidir. El arasında bizlər buna boranı deyirik. Bu onun erkək çiçəyidir. Adətən bunlar bir evli, bir cinsli bitki hesab olunur. Çünki çiçəkləri həm erkək çiçəkləri mövcuddur. Bax, gördüyünüz kimi bunun içərisində tozluq yetişir. Və dişi çiçəyə malikdirlər. Bir bitkidə yerləşdiyinə biz ona deyirik belə ad veririk ki, bir cinsli, bir evli bitki. Bu bitkinin vətəni Mərkəzi Amerika hesab olunur. Oradan gətirilibdir. Gözəl cəlb edici, böyük çiçəkləri var. Tərkibində, meyvəsinin tərkibində, balqabaq da deyirik də buna, pektin adlanan polisaxarit var ki, bu qiymətli bir karbohidrat hesab olunur. Çünki bunun tərkibində pektin adlanan maddə var ki, o xüsusi maddə həm zəhərli maddələri özlərinə çəkir, absorpsiya eləyir, həm də ağır metalları. Ona görə də orqanizm üçün faydalı hesab olunur. Bunu mən əkməmişəm. Bu sadəcə ola bilsin ki, toxumu hardansa bura düşüb və özü yetişib. Özü yetişib, amma mən də istədim ki, bunun qayğısına qalım. Bax, burada fikir verin. Gəlir, bunlar adətən ağaclara zada dırmaşmağı xoşlayırlar. Bu artıq onun dişi çiçəyi, dişi gələcəkdə bu bir neçə günə yəqin ki, yetişib açılacaq. Və bax, bundan gördüyünüz kimi balqabağın meyvəsi əmələ gələcək. Çox dəyərli bir bitkidir. Amma o deyim ki, çiçəkləri tez bir zamanda çox zərifdirlər də. Ona görə tez bir zamanda artıq bax, görürsünüz, bunun çiçəyi bağlanıbdır. Erkək çiçəyi olsa da artıq funksiyasını itiribdir. Özü bitibdir. Amma mən də bunu çox həvəslə hər gün seyr eləyirəm. Xeyrin də dedim də sizə, orqanizmə nə kimi faydaları mövcuddur. Həm də həzm sisteminə, maddələr mübadiləsinə müsbət təsir göstərir. Bu qədər, sağ olun.